Sadəcə burada bəzi məsələlər var qardaşlar. Deyək ki, bir var sənin özünlə Rəbbin arasında olan bir məsələ, hər hansı bir şeyi unutdun və hər hansı bir günah elədin və ya hər hansı bir fərzi tərk elədin və s. Allah bağışlayır. Amma deyək ki, sənin unutqanlıqdan və ya xəta ilə etdiyin bir əmələ görə kimsə zərər çəkib. Kimsə zərər çəkib, kimsə malını tələf eləmişsən və s. Bu zaman neysən? Sən onu ödəyirsən. Sən artıq buna zaminsən. Günahı yoxdur. Günah yoxdur sənə. Amma sənin əlindən xata ilə olsa belə baş verən zərərə sən cavabdehlik daşıyırsan. Sən onu eləməlisən, qarşılığını zərər çəkənə ödəməlisən. Məsəl üçün, xəta ilə kimisə öldürmüsən. Allah qorusun. Deyək ki, birdən hər hansı bir xəta ilə bir maşın qəzası baş verər. Bir var ki, məsəl üçün, sürət həddini aşasan və ya nə bilim, kimisə qırmızıda keçəsən və s. Belə şərtlərdə artıq bu keçmir. Amma deyək ki, normal bir məsələdə, hər hansı bir normal bir yürüyüşdə, hər hansı bir hadisə baş verdi, sən istəmədən kimsə öldü. Və baxırlar orada sənin yürüyüşü və sürəti və nə görsələr ki, həqiqətən sən burada bilmədən olub və kimsə keçdi birdən-birə qabağına, normal şəkildə gedirdin, birdən-birə kimsə keçdi qabağına və öldü. Və bu zaman nədir? Bu da xətaya daxil olur. Yəni, bunun diyeti ödəyirsən. Diyetini ödəyir, amma günahı yoxdur və Allah Azza və Cəllə bu şeyi bağışlayıb. Amma bəs ikrah altında məsələ var. İkrah altında sənə hər hansı bir günah elətdirirlər. Küfr elətdirirlər. Burada nədir? Günah yoxdur sənə. Amma ikrah altında sənə deyirlər ki, filankəsi öldür. Artıq bu zaman sən öz canını qorumaqdan ötürü başqasının canına, məsum bir cana qıya bilməzsən. Kimisə məni məcbur elədilər, mən də onu öldürdüm deyə bilməzsən. Bunun da nəyi var? Bəzi məqamları var. Amma məsəl üçün, və sahabənin başına gələn kimi məcbur elədilər, bax sən küfr etməsən, Allaha küfr etməsən səni öldürəcəyik. O adam seçim qarşısındadır. Əgər etməsə küfrü və onu buna görə öldürsələr, inşallah ki, o şəhiddir. İnşallah ki, şəhiddir və cənnətin uca məqamlarında olacaq. Amma edərsə ki, canını qurtarsın ki, onu öldürməsinlər, buna görə də ona günah yoxdur. Amma deyərlərsə ki, filankəsi öldür, yoxsa biz səni öldürəcəyik. Sən öldürsün, öldür. Mən kimisə öldürə bilmərəm. Öldürsün, öldür. Çünki artıq burada nə var? Sən öz canını qurtarmaqdadır, başqasını öldürmək var. Burada nə edirsən? Artıq burada yəni mən ikrah altındayam deyə bilməzsən. Allah Azza və Cəllə bütün müsəlmanları bu cür imtihanlara düşməkdən qorusun. Deməli, qardaşlar, bu qısa hədisdə bir çox faydalar var idi. Birincisi, uca Allahın bu ümmətə olan rəhməti. Allah Azza və Cəllənin bu ümmətə görə rəhməti nə qədər genişdir ki, onlardan bu şeyləri bağışlayıb. Xətanı, unutqanlığı, ikrahı və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm fəziləti. Gör, Peyğəmbər sallallahu aleyhi və səlləmin Allah qatında nə qədər dəyəri var ki, nə qədər Allah Azza və Cəllə Peyğəmbər sallallahu aleyhi və səlləmi Allah qatında Peyğəmbər sallallahu aleyhi və səlləm fəziləti var ki, Allah Azza və Cəllə ona görə bu şərəfləndirir. Peyğəmbər sallallahu aleyhi və səlləmin şərəfinin uca olmasıdır ki, Allah Azza və Cəllə ümmətindən bunları keçib. Deyir ki, bax, İnnallaha təcəvvəzə li. Mənim üçün, mənim ümmətimdən bunları nə edib? Keçib.